onlar qiyamət gününün əmin-amanlığında olanlardır. O adamlar ki, cəmaatın müşküllərinin həlli üçün çalışır, pulu ilə, malı ilə, elmi ilə nəyə gücü çatır? Ən azı bir təbəssümlə, ürəyinə təskinlik verməklə, dərdləşməklə, dua ilə cəmaat üçün çalışır. Egoist adam deyil, cəmaat üçün çalışır, onlar qiyamət gününün əmin-amanlığında olanlardır. Ondan sonra buyurdu, وَمَنْ أَدْخَلَ عَلَى الْمُؤْمِنِ سُرُورًا فَرَحَ اللّٰهِ قَلْبَهُ يَوْمَ الْقِيَامَةِ. Buyurur, kim bir müminin ürəyinə sevinç daxil eləsə, qiyamət günü Allah onu sevindirər, üzü gülər olar. Çalışın, bacardığınız qədər adam sevindirin, insanların qəlbini sevindirin. Bu qəlbi sındırmaq böyük günahdır. Acı sözlə, iynəli tikanlı sözlərlə, təhqirlə, kobudluqla, amandır qəlb sındırmayın, çünki qəlbin ahı ağırdır. Tövbə də eləsən deyir, zərbəsi dəyəcək. Bağışlasa da hardasa zərbəsi dəyəcək. Dünyanı da ödəsən xeyri yoxdur. Qəlbə toxunmayın, insan qəlbi müqəddəsdir. Allah çox istəyir, imkan vermir qəlb sındırmağa. Yaxşılıq eləyin, əlünüzdən gəlirsə yaxşılıq eləyin, gəlmirsə heç olmasa pislik eləməyin. İnsanları sevindirin, şad eləyin. Buyurur ki, Allah da sizi sevindirər qiyamət günündə.